Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Salyan rayonunda ağır yol qəzası baş verib. Xəbər verilir ki, hadisə rayonun Qırmızıkənd kəndində qeydə alınıb. Belə ki, Salyan sakini 73 yaşlı Yaşar Kərimov idarə etdiyi minik avtomobilin yaşadığı evin yaxınlığında olan kanala aşaraq. O, hadisə yerində həyatını itirib. Qeyd edək ki, ölən şəxs əvvəllər Salyan rayonlar arası psixiatriya xəstəxanasının baş həkimi vəzifəsində çalışır. Faktla bağlı araşdırma aparılır. Uzun müddətdir narkotik asılılığından əziyyət çəkən tanınmış aparıcı Nəsimi Nəbizadənin qardaşı həbs edilir. Xəbər verilir ki, Elnur Nəbizadə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur. Polisin keçirdiyi əməliyyat nəticəsində Nəbizadə və onunla birlikdə daha 2 nəfər saxlanılıb. Onlardan ümumilikdə 13 kiloqram narkotik vasitə aşkar edilərək götürülür. 2 gün əvvəl tutulan Nəbizadə və digər şəxslər barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Məlumatı Nəbizadənin vəkili Anar Qasımlı təsdiqləyib.